Salam, bugün sizə Qaytar ana borcunu şeiri haqqında məlumat vermək istəyirəm. Əsər Əli Kərimə məxsusdur. Ümumiyyətlə Əli Kərim Azərbaycan poeziyasında mühüm yeri tutan sənətkarlardan biridir. Cavan yaşda, belə deyək, uzun yaşamamışdı, 38 il ömür sürmüşdü, amma bu 38 ilə çox dəyərli əsərlər sığdırmışdı. 9-cu sinif ədəbiyyat dərsliyində verilib bu əsər. Bu əsərdə nələr, hansı mövzulara toxunulub, hansı məsələlərə toxunulub istəyirəm sizə məlumat verim. Qeyd edim ki, birinci əsər lirik növdə yazılıb, sərbəst vəzində yazılıb. Sərbəst vəzin haqqında nələr bilirik? Bunun da ayrıca videosunu mən yerləşdirəcəm kanala. Ümumiyyətlə vəzinlər haqqında da ayrı bir video dərs çəkəcəm. Başlayaq əsərin təhlilinə. Qaytar ana borcunu. Bir gözəl, bir sevimli oğul böyütdü ana. O bəd, uğursuz günü, ərinin öldüyünü bildirmədi heç ona. Deyir ki, bir gözəl oğul böyütdü ana. Uğursuz günü, ərinin öldüyünü. Biz Azərbaycan dili fənnindən əlavələrdən keçmişik ki, belə deyək, cümlə üzvü haqqında əlavə bir məlumat verir, əlavə. Yəni ərinin öldüyünü burada uğursuz günü ifadəsinin əlavəsidir. İstədim bu mövzuya da inteqrasiya eləyək. Deyir, bildirmədi heç ona. Yəni ərinin öldüyünü belə oğluna bu bildirmir ana. Kədəri dalğa-dalğa doldusa da ürəyə, lakin nə saçı olaraq verdi əsən küləyə. Nə şivən etdi ana. Nə qədər deyir ürəyinə kədər dolsa da, amma deyir nə saçını yoldu, nə də deyir şivən etdi. Bəzən testlərdə verilir ki, həyat yoldaşı əri öləndən sonra ana çoxlu kədərlənir, ürəyi şivən eləyir, saçını yolur, amma bu yanlış fikirdir. Yəni kədərini, dərdini ürəyində çəkir, oğluna yenə də bildirmir. Ürəyində ağlayıb gülmək öyrətdi ona. Dözərək davanın da dərdinə, bəlasına, öz boğazından kəsib yedirdi balasına. Həmin dövrdəki ictimai məsələlərə də bir növ, yəni göstərmişdi ki, şair ərinin öldüyü vaxt elə bir çətin dövr idi. Nə baxımdan? Yəni ictimai vəziyyət də yaxşı deyildi. Dava, müharibə hökm sürürdü. Amma buna baxmayaraq deyir, ana deyir öz ürəyində ağlayıb, amma övladına gülmək öyrədir. Burada da bir təzad mövcuddur. Yəni dərdini ürəyində çəkir, ağlayır, göz yaşlarını ürəyinə axıdır, amma oğluna o gülməyi öyrədir, dərdi, kədəri oğluna bildirmir. Davanın belə, yəni müharibənin, davanın belə dərdinə, bəlasına dözür. Fədakar bir ana obrazı yaradılmışdı. Deyir ki, öz boğazından kəsib yedirdi balasına. Analar necədir? Özləri yemirlər, övladına yedirirlər, özləri geyinmirlər, yaxşı geyimləri övladına istəyirlər, hər şeylə təmin eləsinlər. Yəni bir fədakar ana obrazı yaradılmışdı burada da. Bir oğul böyütdü ki, gür çatmaqaş gensinə. Bir oğul böyütdü ki, oğul deyirəm sənə. Yəni deyir ki, gür saçlı, çatmaqaş, enli kürək deyir bir oğul böyütdü, əsl oğul. Bir oğul böyütdü ki, oğul məktəb bitirdi, oğul instituta qızıl medalla girdi. Yəni ana oğluna təhsil verməyi bacarıb. Deyir məktəbi qızıl medalla, məktəbi bitirib, instituta qızıl medalla girib. Ana fikirləşdi ki, gör neçə aya getdi. Ana yuxularında tez-tez Bakıya getdi. Ana məktub yazdı ki, yanıltma gümanımı, pul nədir, pul deyirsən, göndərərəm canımı. Oğul Bakıya gedəndən sonra ana fikirləşir ki, gör neçə aya getdi. Oğluna deyir, mənim gümanımı yanıltma. Pul nədir ki? Yəni əgər pul istəyirsən, puldan da ziyadə əlavə göndərərəm mən sənə canımı. Tək ki, sən mənim gümanımı yanıltma. Yəni ana nə fədakarlıqlarla oğlunu böyüdüb və ondan sadəcə istəyir ki, onun gümanını yanıltmasın. Ona vəfasız olmasın, belə deyək. Nə zaman ki, oğlunun getdiyi 4 il oldu, məktubları kəsildi, gəlmədi, tətil oldu. Deyir, artıq oğlunun getdiyi 4 il tamam olandan sonra məktublar artıq gəlməməyə başladı. Məktubların kəsilməyini şair tətil adlandırır bir növ burada. Ananı fikir aldı, ananın əsli dizi.
Ana müqəssir etdi tramvayı dənizi. Ana deyir ki, fikir alır, düşünür ki, oğluna görə nigarandır. Artıq oğlu məktub yazmır, oğlundan xəbər ala bilmir. Deyir, məktublar artıq gəlmir. Ana deyir, tramvayı dənizi müqəssir edir. Müqəssir günahkar deməkdir. Fars sözüdür. O yenə dözdü, durdu, o yolmadı saçını, səslədi qonşuları, əsmər çiçək bacını. Deyir, yenə də ana dözüb durur, yenə də saçını yolmur. Şeirlərdə bununla bağlı da testlər verilir. Deyir ki, ana oğluna görə narahat olur. Məsələn, gedir Bakıya, oğlunu axtarmağa. Yox. Ana yenə də deyir, səbr eləyir, dözür. Yenə də azalmadı ürəkdən bala dərdi. Onlar oğul vermədi, onlar təsəlli verdi. Ana nigaranlığı deyir ki, ana deyir qonşudakı əsmər çiçək bacını səsləyir. Amma yenə də deyir ki, ürəyindən bir nigaranlıq əskik olmur. Yenə də ürəyi rahatlamır. O qonşular nə verə bilər? Təsəlli verə bilərlər. Onlar necə oğul versinlər anaya? Məktub dalınca axdı, Bakıya axdı. Ana da məktubların dalınca baxdı. Məktublarsa Bakını dolandı, gəzdi, gəldi. Məktublar əzik üzük, məktublar bezdi, gəldi. Deyir ki, ard-arda ana yenə də oğluna məktublar yazır. Çünki oğlundan bir xəbər ala bilmir, nigarandır. Məktublar deyib Bakını dolanıb gəzirlər. Əzik üzük, bezdi, gəldi. Əgər bir məktub ki, o vaxt yəni ünvana çatmırsa, göndərilən ünvana geri qayıdır. Daha doğrusu, əgər gedib göndərilən ünvana çatmırsa, yəni hardan göndərilibsə geri qayıdır. Yəni oğul da məktubları almadığına görə məktublar anaya geri qayıdıb. Ana yenə də baxdı, gah dolama yollara, gah da oğul boyuna həsrət qalan qollara. Ana oğlunun getdiyi gah deyir yollara baxır, gah da deyir oğlunun boynuna həsrət qalan qollarına baxır. Onu deyim ki, bu əsər 2 hissədən ibarətdir. Birinci hissədə ananın fədakarlığı və istirabları göstərilmişdir. İkinci hissədə artıq müəllifin belə deyək, münasibəti göstərmiş. Biz bilirik ki, lirik əsərlərdə müəllifin öz subyektiv münasibəti əks olunur hadisələrə, obrazlara. Artıq ikinci hissədə də Əli Kərim ananın çəkdiyi əzablara və oğlunun vəfasızlığına öz subyektiv münasibətini, fikirlərini göstərmişdir. Ana oğul böyütdü, gur çatmaqaş gensinə. Ana oğul böyütdü, özgəyə qismət oldu. Deyir, ana bu gur çatmaqaş gensinə ifadəsini biz əsərin birinci hissəsində də gördük. Ana oğul böyütdü, özgəyə qismət oldu. Oğlu ana böyüdür, amma o özgəyə qismət olur. Ana fikirləşdi ki, mən nə eləmişəm sənə? Bu nə oğulluq oldu? Bu nə məhəbbət oldu? Ana fikirləşir ki, axı mən nə eləmişdim? Mən yəni əziyyət çəkməkdən, oğlumu böyütməkdən, zəhmət çəkməkdən başqa mən nə eləmişdim ki? Bu nə oğulluq idi? Bu nə məhəbbət oldu? Bu, onu deyim ki, ananın fikirləri deyil, bu subyektiv olaraq müəllifin fikirləridir. Ana bilsəydi, əgər böyütməzdi oğlunu. Gör, burada artıq bu mənim öz şəxsi fikrimdir, müəllim olaraq. Məncə bu ifadə, bu cümlə əsərin ən belə təsirli cümləsidir də. Ana bilsəydi, əgər böyütməzdi oğluna. Yəni bilsəydi ki, əgər ana oğlu belə vəfasızlıq eləyəcək, oğlunu böyütməzdi. Axı o nə əzablarla oğul boya başa çatdırıb. Yox, bunu yandım dedim, yenə atmazdı ona. Sonra artıq öz fikrini müəllif təkzib edir. Deyir, yox, yəni mən bunu sadəcə o qədər deyir yandım ki, bunu mən yanaraq dedim. Amma deyir, axı o ana da hansı ana övladını atar? Yenə deyir atmazdı. Əgər yəni bilsəydi ki, yenə də oğlu belə vəfasızlıq eləyəcək, yenə də atmazdı onu. Bir gözəl, bir sevimli oğul böyütdü ana, ürəyində ağlayıb gülmək öyrətdi ona. Bu ifadəyə də biz əsərin birinci hissəsində rast gəldik. Oğul, nədir etdiyin bəs bu haqq say üçün? Qaytar onun ömrünə neçə gecə, neçə gün. Qaytar onun saçının qaralığını geri, qaytar o dilindəki şirin-şirin sözləri. Artıq oğula şair müraciət edir. Deyir, oğul, nədir bəs bu elədiyin hərəkət? Bu haqqa sığan hərəkətdirmi ki, yəni? Sən onun ömründən neçə gecəni, neçə günü almısan. Sən onun ömrünü almısan. O sənə saçının qaralığını qurban verib. Sənin yolunda, yəni saçlarını ağardıb. O sözünü, söhbətini, gülüşünü anan verib sənə. Bunların yəni hamısını ana öyrədib sənə.
Ana dodaqlarından bala dodaqlarına. İndi ondan gen gəzən oğul ayaqlarına yerişi ana verir. Övlada yeriməyi kim öyrədir? Ana öyrədir də. Danışmağı, gülməyi, hər şeyi ana öyrədir. Yəni deyir ki, sənin o şirin sözlərini də, sən gülüşünü də, sən o indi ondan hansı ki gen gəzən o ayaqların var, hansı ki səndən aylardır anan xəbər ala bilmir, bilmir yerin yurdun haradır, bir xəbər ala bilmir. Deyir o yerişi, o gəzməyi belə ana verir bax sənə. Qaytarsan o sözləri sözsüz bir lal olarsan. İndi deyir ki, sən əgər o sözləri qaytarsan anaya bir lal olarsan. Qaytarsan o yerişi yerindəcə qalarsan. Yəni yeriyə bilməzsən. O yerişi qaytarsan sən yerində donub qalarsan. Yeriyə bilməzsən. Qaytarsan o gülüşü hırıldamazsan daha. Hırıldamazsan bilir ki, kobud bir ifadədir. Bədii əsərdə də təbii ki, əsəri təbii, dolğun və ifadəli çatdırmaq üçün biz bilirik ki, müxtəlif hətta vulqarizmlərdən, varvarizmlərdən, kobud ifadələrdən istifadəyə icazə var. Yəni bunları bir sıra əsərlərimizdə Cəlil Məmmədquluzadə olsun, Seyid Əzim Şirvani, Zakir sonra Zakirin əsərlərində də biz bunlara çox rast gəlmişik. O cümlədən hırıldamazsan ifadəsi də kobud ifadədir, amma bu yəni əsərlərdə bədii ədəbiyyatda buna icazə verilir. Deyirsən o gülüşü qaytarsan, hansı ki o gülüşü sənə anan vermişdi, artıq hırıldamazsan, yəni gülə bilməzsən. Qaytar onları, qaytar qoyma sabaha. Bu dəqiqə deyir, yəni qaytar onları sabaha qoyma. Sən ki dərd verdin oğul, sənə gülüş verənə. Hansı o ana ki, yəni o ana ki, belə deyək, dərdini, kədərini ürəyində çəkmişdi, deyir, ürəyində ağlayıb gülmək öyrətdi ona. Yəni ürəyində ağlayıb amma gülüşü oğluna öyrətmişdi. İndi deyir ki, sən deyir dərd verdin, yenə də dərd verdin sənə o gülüşü verənə. Oğul demərəm sənə. Deyirəm ki, o boyu buxunu qaytar geri. O deyir, ana uca boy, enli kürək, nə bilim gür saçlı bir oğul böyütmüş. Deyir, o boyu buxunu qaytar ona. Deyirəm ki, varını yoxunu qaytar ona. Yəni nəyin var, nəyin yox, anaya qaytar. Qaytar onun borcunu, gülüşünü, adını, sözünü qaytar geri. Qaytar ana borcunu. O borc sənin özünsən, özünü qaytar geri. Necə ki, ana oğluna böyük ümidlər bəsləmişdi. Belə deyək ki, demişdi, mənim gümanımı yanıltma. Oğlundan nə istəyir ki, ana vəfadan başqa heç nə istəmirdi, elə deyilmi? İndi də bütün bunları sadalayır, bir-bir deyir, oğul, ana sənə bunu verdi, bunu elədi. Onlar hamısını bir-bir qaytar. Bunlar hamısını amma toplam nədir? Oğul, o borçan sənin özünsən, özünü qaytar geri. Yəni sən sadəcə anaya qayıt. Sən bütünlüklə o borcun özüsən. Burada başqa bir nədənsə söhbət gedə bilməz. Yəni sən özün o anaya qayıtmalısan. O ana sənin yolunu gözləyir. O ana neçə məktublar, aylarla məktub yazıb, cavab ala bilməyib, hər tramvayı dənizi günahkar bilib, ürəyi özünə sıxmayıb, qonşuları çağırıb, dərdini qonşulara deyib, onlar da ona təsəlli verib. Yəni nəticə olaraq hara gəlir bu mövzunun axırı? O borc sənin özünsən, özünü qaytar geri. Ədəbiyyatda ana mövzusunda çox əsərlər yazılıb. Biz bunu bilirik. Məsələn, nə bilim Cabir Novruzun Analar əsəri var. Sonra Səməd Vurğunun da Əsgər məktubunda da Səməd Vurğunda da ana mövzusunda əsərlər var. Bir sıra, yəni çox əsərlərimiz var. Nə bilim orduya oğlunu yola salan ananın istirabları var. Amma Əli Kərimin bu əsəri tamam, mən deyim ki, ana mövzusuna yazılan ən qiymətli əsərlərdən başda gedən bir əsərdir. Əsər dediyim kimi sərbəst mövzunda yazılmışdı. Ümumiyyətlə Əli Kərimin yaradıcılığına baxsaq görərik ki, onun sərbəst şeir şəklində yazdığı əsərlər elə o qədər gözəldir ki, o qədər belə axıcı dillə yazılıb ki, mən məsləhət bilərdim onun yaradıcılığına bir nəzər salasınız. Belə, ümid edirəm ki, abituriyentlərimiz üçün, MİQA sertifikasiyaya hazırlaşanlar üçün faydalı bir video olar. Növbəti videolarda görüşənədək səhifəmi izləməyə, kanalımı izləmədə qalın. Fikirlərinizi rəy bölməsində yazsaz sevinərəm. Hələlik.